Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Əhalinin nəzərinə. Bu ödənişləri dövlət öz üzərinə götürəcək və yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək. Valyuta az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib. O qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə razılaşma əsasında bakalavriat səviyyəsi üzrə boş qalan dövlət sifarişli yerlərə tələbələrin yenidən yerləşdirilməsi aparılacaq. Hazırda bununla bağlı işlər görülür. Məleykə Abbaszadənin sözlərinə görə müəyyən ixtisaslar var ki, orada müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə aşağıdır. Magistratura səviyyəsi üzrə adam başına maliyyələşmə mexanizmi tətbiq olunur. Dövlət hər bir proqram üzrə plan yerləri ilə bağlı proqnoz verir.